Salam əleykum dostlar. Məşdağa kəndindəyik. Sevimli doktorumuzun yanında Doktor İlqarı. Doktor İlqar, salam əleykum, necəsiz? Yaxşı, Allah hamını var etsin, can sağlığı. Allah səndən razı olsun. Sən bizim sevimli, gözəl, böyük qardaşımızsan, dostumuzsan. Var ol. Bax qardaşlar, bunlar mən bilirəm, bir neçə dəfə həyata gəldiyim üçün. Bu yuvalar uçuş yuvalarıdır. Doktor, bu yuvadan başlayaq görək. Bunlar maşallah. Bunlar öz kuşxanamda çıxan balalardır, demək olar. Yəni belə deyək, evin böyründə çıxan, evin altında. Bəli. Allah xeyir eləsin. İnşallah uçmağına əminəm, inşallah. Bir İnşallah. Səhvim olmasın kuşbazlıqda. Bunların kuşlarını da görəcəyik, ləzzətini də yayda inşallah hiss edəcəyik. İnşallah. Vallahi. Yəqin ki, elə əla da olacaqlar. Allah bərəkətli eləsin. Maşallah, sağlam balalardır. Qəşəkdir, ha. Burada da elə həmən qaydadadır. Balalar var. Bunlar hamısı kuşxanamda çıxan balalar. Ay maşallah doktor. İnanırsan hələ məndə quşların balası ətcədir. Bir neçə, o da 7-8 dənə. Maşallah, maşallah. Allah xeyir eləsin. Hələ ki 25 dənədir, bir 10 dənə zat bala da var. Gəl də atacağım. Asla indi nə çıxdıracam, böyüdükcən atıb bura uçurduq. Saatını görüb atacağım yerə. İnşallah. Bu da qardaşlar, buranı çəkmirəm. Bu da qospitalıdır. Ha. Bunlar da mənim gündəlik qurtumu öldürdüyüm quşlardır. Harca 35 dənə, 40 dənə var ki, gündəlik uçurduram bunlar. Dumana, yağışa da baxmayan quşlardır. Yəni getsə də olar, getməsə də olar, zimli quşlar. Mən qurtumu öldürürəm. Uçutmasam, ya nə bilim, hər bir quşbazın bir 10 dənə, 15 dənə, 20 dənə qış ayında qurtunu öldürməyə bir şey olmalıdır. Allah, yenə də göstərək. Ay, yenə də qardaş, gündəlik quşlarıdır. Allah xeyir eləsin. Elə biz gəldik, açdı, həmin bax bu quşxananı açdı, buraxdı. Dediyi kimi zimli qış quşlarıdır da özü üçün. İndi əsas quşxanalarını göstərəcək, quşlarından doktor bizim üçün danışacaq. İnşallah ki, mən görmüşəm bir neçə dəfə, dostlar, çox bəyənləsi quşlardır. Maşallah olsun, xeyirli olsun. Kişi zəhmət çəkdi, düz yerdən quşları çalışdı, götürdü. Sözün yaxşı mənasında əladır bu dəqiqə. Əli, belə deyək, əli doludur bu dəqiqə. Maşallah. Baza var da, çıxır bala. Əsas baza. Bəli, bala böyür, bilirəm ki, bunun altından çıxan bala məni peşman eləməyəcək, məni pərt eləməyəcək. İnşallah. Əsas odur ki, var. Baza varsa, quş həmişə olacaq. Düz. Dostlar, sizdən xahişim odur ki, hər biriniz fikir yazın. Yəni, maraqlıdır sizin fikirləriniz bizim üçün. Fikir yazın. Qoyun, dostlar da oxusun. Like atmağı unutmayın, bəyənməni unutmayın, qardaşlar. Hər bir bizə çox sağ ol deyirəm. Əziyyətimizi dəyərləndirdiyiniz üçün. Bizlər də sizlər üçün çəkirik bunları. Doktor, maşallah olsun, qış quşları deyirsən, ancaq içində ləzzətli quşları var, ha, doktor? Vallahi deyirəm, belə havada mən quş uçurmuram, buluddur, dumandır. Uçurulanda, normal bir hava olanda, göyün üzü açıq olanda, vallahi 5-6, 4 yanlar. Ay maşallah. Elə görsən, orada quşlar var ki. İnanmayan gəlsin, səhər uçurdum balet eləsin. Yox, qardaş, o nə deməkdir? Uçan var da burada. Var. Ne diyeyim? Allah gəldirəm, hər kəsin əklində də quş var, bizimlə həmçinin. Ne diyeyim? Saxlamışam, qurtumu öldürürəm. Ay sağ ol. O ləzzətli quşlar var. Adi hələ bu sənin qış quşlarındır. Hədə bunlarla dilxoşdur deyil. Keçək buradan da göstərək, doktor. Qonaqlarımız da, qardaşlar, buradadır, hamısı oturub orada. Bir balaca da bizə əsas quşlardan, o kötüklərdən bir gözəl çəkiliş çəkək. Qonaqlarımız da burada, qardaşlar. Maşallah, doktor da gözəl süfrə açıb. Bütün elə qardaşlar da elə hər zaman elə olub. Ha, bax qardaşlar, doktorun əsas yuvaları bax, bunlardır. Ha, mən bu ayaqqabım elədir ki, ayaqqabı deyil, öz həyətimizdə geyinmədiyim ayaqqabıdır. Elə olanda mən girmirəm heç vaxt quşxanaya. Bu gördüyün quşxana, Bəli. sırf həcər fəqərli quşlardır. Ay maşallah. Demək olar ki, həcinin ən güclü quşları.
Allah xeyir Bunların versin. hamısının balasını mən tek uçurmuşam. Vallahi yedirəm ki, Həzrəmin sağ olsun ki, bu quşları heç kəsə satmaz Həcəm. İndi xəttimi istəyib, Allah onu var. Allah canını sağ eləsin. O sağsağana görə bəlkə bir 50 adamdan xahiş eləmişəm ki, Həcinin yaxşı dostlarıdır. Lap axırdakı saxsağan. Bəli. O Həcinin ən istəyili quşudur. Burada bir bozquyruq erkək var, o da Həcinin ən istəyili quşudur. Demək olar ki, bunlar Həcinin ən əsas var, qırmızı ağbaşdır, Həcinin ən istəyili quşudur. Maşallah bala verirlər, törənlər, atıran var. Allah xeyir versin doktor. Ən sevdiyim quşlar. Gəlirəm, girirəm bura 1 saat, 2 saat, 3 saat gecə otururam. Dənləşdirirəm, baxıram bunlara, ürəyimi sakitləşdirir. Qardaşlar siz də baxın diqqətlə. Bir yox yerdən bir 3 dəfə biz doktordan Həcəmin yanında olmuşuq yayda, quşların uçuşunda. Doktor bilirsiniz nə demək istəyir, mən də bir dənə dəstək olum. Doktor yəni götürdüyü quşların çoxsu gözü ilə gördüyü quşlardır. Böyükləri də görməyəndə o balalarını görüb. Bəzi böyükləri elə gözü ilə görüb. Bir neçə dəfə onlara gətirib. Bax o balanı görsən Cavit. Bax onun qabaq tayı mən qaçırdanda yayda. Dedim kim tutubsa onu 300 manat verirəm. Bu tut əlbi kiməsə ver, indi bu yalan deyil bir şeydir, haqdır. Özümə satmıram, bir şey eləmirəm. 8, 7, 9, 10 saat uçan quş. Ay maşallah. Yəni tapanca kimi quşdur. Yəni mən durum deyil, elə insanlar var ki, yalan danışır quş satmağa görə. Mən nə quş satıram, nə bir şey. Ona görə hələ gözləyirəm reis kəbənləşir ki, bu belə döyük balanı qaçırtmaq həqiqətən. Bax. Quşbaz qanunu ilə quşçudur. Sanki qaçırtmayasan. Çünki o mənim yarışda bir əlimdən tutan quş balası bu. İnşallah elə gözəl də nəticə göstərərsən. Ancaq belə bir şey deyək də doktor, gəl əvvəlcədən də o sözümüzün yaxşı tərəfini deyək ki, quşla da düz məşğul olmalısan da. İnşallah ki, elə düz məşğul olsan, mən inanıram şəxsən əla super nəticə olacaq. Çünki bu quşları mən də dəfələrdən görmüşəm uçuşunu. Özün bilirsən ki, qardaş, çox məclisdə oturduğum yerdə demişəm ki, elə ən yaxşı gördüyüm uçuşlardan. Burada cavab edərdim, tanımadığım quş yoxdur. Yoxdur. Bu quş mayadır, yumurta üstündə oturan. Mənim kafeyi çil erkək balam vardı, qaçırtdım. Onun bacısıdır. Qırmızı ağbaş onun ənkə böyüydü. Çil kekilli onun ənkə böyüydü. Yəni ki, bunlar hamısı kötü quşlardır. Boyngüllüdür, meydan görmüş quşdur. Saxsağandır o, gözümlə 12 saat 20 dəqiqə gəlib düşdü. Şahid Rasim də orada idi, mən də orada idim. Həcə Alfağayım, həmən günü dedim, bu quşu mənə satma. Amma sağ olsun ki, sonradan dedi, qardeşliydi, nə deyim, keçmədi məndən, verdi mənə. Allah canını sağ olasın. Hər bir quşun, nə deyim, tarifi var da burada. Gözümlə görmüşəm balalarını uçmalıyım. Nə deyim, tərifləməklə deyir ki, inşallah yarışda bu balalardan nə qədər olmasa uçuşunu sürüz, görəcəyik. Doktor, belə də bir şey deyək ya, yarış deyirik elə, qoy belə də bir şey deyək. Ola bilər quşların çox düzgün hazırlansın. Necə ki biz gördük dəfələrlə ki, mənim şəxsən balet elədiyim bir neçə quşbazlar vardır ki, məsələn bu il onlar nəticə verə bilmədi, ancaq o demək deyil ki, onların quşu yoxdur. O günü düz salmadı, quşu mu yordu, quşu biraz nasazıdı mı? Belə bir hadisələr də olur. İndi deyirsən inşallah ki, yarışda Allah uzaq eləsin, heç bir dostumuzu arzulamırıq. Bir də baxarsan, həmin gün uçuşuna alınmaz. Deyərlər ki, ay doktor, sən belə deyirdin. Yəni, biz bu illərlə bildiyimiz üçün mən bu yerinə vururam. Yəni, qardaşlar, o bir gündən quşu bilmək olmur. Yəni, bu uçmadı, hansısa dostumuzda quşu yoxdur. Nabarot, onda o quşlar o qədər gözəl saat verib ki, həmin günə denk salanmayıb. Quşu yorub gətirib həmin günə uçurdum. O quşu uçmayanların çoxsunda elə olur quşları. O qədər gözəl nəticə verir 2 gün qabaq. Uçurdum, həmin günü quşu yorğun gündə salır. Quşbazın gəlib bəxti olsun, havasını tutsun. Ola bilər də, mən nə deyim? İnşallah ki, biz ancaq arzuluyuq gözəl nəticələr. Heç kəs belə bir şeydən sığortalanmayıb. 100%. Ola bilər. Bu əyib bir şey də deyil. Mən öz quşumu tanıyıram. Həmən gün uçmuşsa, sabahsı gün uçarım. Mənim yarışda ağ erkəyim uçmadı, ən sevimli erkəyimdir. Quşların içində ən sevimli. Bir dənə atqaz oldu yarış günü.
Oksun Akkazı olmadı. Nə yarışdan qabaq, nə yarışdan sonra. Göz var, nəzər var. İndi yarışda çox iştirakçılar var, gəlir. Hərəsinin bir ürəyində duası var, nəzəri var. Elə səbəblər olması mümkündür. Amma bizim qrup iştirakçıları hamısı biz qardaş kimi, inanmıram ki, kimsə hansı bir qardaşın quşunun uçurmasını ürəkdən arzulayan, inanmıram ki, elə bir insan olsun bizim qrupda. Bəli. Mənim üçün fərqi yoxdur. Mən qrupda axırıncı yer tutdum, ya birinci yer tutdum. İnşallah ki, gözəl nəticələr. Bəli, bəli. Hər birimizə gözəl, bütün qrupda olan yoldaşların hamısına gözəl nəticələr arzulayıram. Amin inşallah. Belə də götürəndə indi qrupun da adı gözəldir. Qartallar zirvəsi elə Allahın köməkliyi ilə elə gözəl nəticələr gəlsinlərimiz İnşallah. bizim üçün uçar. Dostlar, qardaşlar da sevinər. Bütün arzumuz budur ki, bütün yarışmacıların quşları gözəl uçsun. Bu digər başqa qruplarda olan, onlar da bizim dostlarımızdır, qohumlarımızdır, millətimizdir. Və yaxud yarışlarda olmayan insanların da quşları çox gözəl uçsun. Yəni biz bunu arzulayırıq. Amin inşallah. Doktor, İndi- maşallahdır quşlar. Maşallah olsun. İndi quşlar yenə də var. İndi Bir başqa quşların da var. Sən gün üstünə yuvadır. gəlsən Ha. çəkirik bu quşları da. Gəl çəkək. Cavid, bu quşxanada həcəmində quşu var. Burada yaxşı qardaşların da quşu var. Məsələn, bu Rafi Yubuşov Sabirabadın quşu da var. Yəni cürbəcür quşlar var burada. Ay maşallah. Nə deyim? Burada yəni deyirəm ki, yaxşı qardaşların quşudur. Burada elə quşlar balalar olub ki, çıxarmışam bayıra 10-dan atmışam. Burası vaxtım olmayıb hansı quş, hansı quşun balası. Bir görmüşüm içindən məsəl üçün elə bir balalar çıxıb ki. İndi məsələn izləyirəm həmin o quşları. Hoqqa verirlər həmin balalar. İndi baxmalıyam, yəni seçməliyəm. Yəni baladır da maşallah bunlar hamısı seçilmiş quşlardır. Maşallah. Bir-birindən fərqli quşlardır. Nə deyim? Məsələn o qırmızı keyikli balaya bax. O balanın Soruşacaqdım elə mən o bunu. balanın tarixi, atası qırmızı kekillidir. O Həcəlfağa əminin quşlarının kötüyünə gəlib çıxır. Bunu mənim atasının Cəlilabadda dəyişən qardaş bağışlayır. Allah köməyində olsun. Super bal olacaq. Bir özü ağ quyruq da verir maşallah. Özü quş ağ quyruğu verir. Bunu saatına mən əminəm. İndi inşallah biraz kəvənləşsin ki, mən onu İnşallah. qaçırtmayım. Görsən kəpənək kimi, konfet Bəs kimi. bu kəkilli nədir? O kekillini deyirsənsə, o kekilli Aha. Doktor Əliyağanın quşlarındandır o. Bunu mənə Kamran verib. Sağ Oğlu olsun. Kamran verib mənə. Var Bir onu verib, bir də çep erkək verib. Kürdaxanadan verib. Yəni belə deyək də mən onu bildim təqribən Kürdaxana quşu Bəli, olduğu. Yəni buradan elə dostlarımıza demək istəyirəm ki, bu da qardaşlar Kürdaxana cinsi olan quşlardandır. Sallah Maşallah qənaət. olsun, sallah qənaət. Mən də uçurmuşam. Bəli. O quşlardan indi deyənmərəm də kimin quşudur. İslam qardaşımızın quşunu uçurmuşam. İslamın Əla quşu var uçur. burada. Bax, İslamın quşu var budur. İndi balası çıxıb o. Hansı o qırmızı çəpli, hə? Yadıma gəlir sənin bala. O bala, ay bir bala sağ ol. vermiş sənə bax. Bu onun balasıdır. İslamın quşunun balasıdır. Ay maşallah. Habilə də yovşan quyruq bala vermişdi. Həri. Yenə də yovşan quyruq verib. İnşallah böyüsün, uçurdacam. Elə bu quşun belə dostlar belə pis çıxması misli yoxdur. Bunun balası mən uçurdub görmüşəm. Belə tütü maşallah. Bax o Super. qoyun güllünü Doktor İlham mənə bağışlayıb, hədiyyə eləyib həkimdə. Sağ olsun, salamlayırıq. Sağ olsun doktorları. Doktor İlham, mən də salamlayıram. İlham gözəl insandır, Hə, gözəl can yoldaşlığı sağlığı var. versin. Allah ömür versin. Göyərçindən də çox böyük bilgisi var bax o Həm insana. sağlamlıq cəhətdən, həm maşallah bilici insandır. Mən çox şeyi o insanın sözlərindən belə deyək, öyrənmişəm. Yəni buradan elə salam olsun. Amin inşallah. Amin. Keçək o buru quşxanaya. Keçək. Bax bu quşxanada demək olar ki, quşların 75%-i Həcəlfağa əminin quşlarıdır. Bunlar cavan quşlardandır. Cavan quşlardır, cüt düşmüş quşlar da var burada, bala verən quşlar da var. Ay, Məsələn, sağ ol. Qasımın quşu da var burada, sağ olsun. Türkanlı Qasımlar. Bəli, Əleydər Mərdəkanlının quşu da var. Ay burada. maşallah. Amma əksər quşlar hamısı Həcəlfağa əmin quşlardır. Allah ona can sağlığı Amin. versin, başımızdan əksik eləməsin. Amin. Tör edirik də, neyiniyik qardaş? Elə düz eləyirsən. Axtarırıq, tapırıq, yaradırıq ki, biz də uçurdanda yayda salvarı yandırıb çay içəndə ləzzət alaq. Və mən bunu bu il inşallah görəcəm.
İnşallah. Bax məsələn o mənim çəpərkəyim, Hansı? düzəltim. Deyir bax o gözü. Hə, bu O göz çəpər. xallı. Bəli, bəli, bax bu boynunun yanında var. O mənim yayda 10 saat yarım uçandı. Tayının köpəyinçilik açdı, ucalıbdır. Bu hardan Bu sənə? Əcəl falan mənə verdiyi quşdur. Bala vaxtı verib mənə. Uçurmuşam özü. Verəndə dedi ki, bu quş 10 saat uçacaq. Ay, Necə maşallah. gidisə elə də oldu. Götürdüm, gəldim maşallah. 2 dəfə 10 saat yarımı görmüşəm. Qalan saatda 7, 8, 9 görmüşəm. Maşallah olsun, nə deyim. Bax bir dənə quş deyim, bax bu quşu görsən ağ uçurdu. Aha. Dumağdı. Bunu Həcəl falan mənə verəndə kötüklərinin balası idi. Boynu zərli idi. Aha. Tüləşdi, zəri yox oldu. Yoxa oldu çıxdı. dumağ. Bir də bilmirəm, gələn dəfə tüləşəndə zəri qeydici. Nadir hallarda qayıdır. Nadir Çox hallarda qəribə oldu. qayıdır. Hətta mən o quşu ağ quş olduğu üçün tanımırdım. Dedim, bu nə oldu bu quş? Sonra gəldi, Həcə öz quşunu tanıyıb, gəldi, göstərdi. Çın, budur. Budur, korpusundan tanıyıb dedi. Mən gəncəm, indi quşbazlıqda cavanam. Nə deyim? Həcəm maşallah. Vallahi, Bəs bu maşallah. çil çəkildi nədir Çil doktor? çəkildi də Həcəl falan verin mənə. Gözəl. Maşallah olsun. Həcəl quşları çoxdur burada. Maşallah olsun. Maşallah. Dostumuz Elşən qardaşımız da gəldi buraya qardaşlar. Elşən Cəllabat. Maşallah olsun. Gedək qonaqlarımızı da çəkək. Gedək çəkək. Yekunlaşdıraq, gedək sonra çörəyimizi. Hə. İnşallah. Bir dənə buranı da belə bir xırda belə çəkim. Burada da qardaşlar lap xırda quşlardır, cavan quşlardır. Burada da yenə dostlarım quşlarından var dənə-dənə. Bir də belə balalar. Maşallah olsun, çox səliqəlidir yuvaları. Elşən qardaş da burada. Elşən qardaş necəsən, yaxşısan? Kameraya düşürsən, bir salam deyil. Əvvəlindən qonaqlardan sən düşdün. Bütün dostlara salamlayıram. Aleyküm salam. Doktor sənə də uğurlar arzu edirəm. İnşallah yayda nəticələr görərik. İnşallah. Sağ ol, sənə də salamlayıram. Var ol mənim əziz qardaşım. Sənə də gözəl nəticələr arzulayıram mən. Doktora, bütün qrupun iştirakçılarının hər birinə. Təşəkkür. Hə, qardaşlar, qonaqlarımız da burada, hər biri. Maşallah olsun. Bütün dostlar buradadır. Dəyanət qardaşımız da qulluq edir, sağ olsun, Natiq əmidir. Elşən qardaş, hamı burada. Heydər qardaşımız. Yox, burada dedik gəlirəm doktor. Samavarımız da qaynayır, maşallah. Samavar çayından qardaşlar. Əla. Doktor, mən bir qonaqları bir balaca çəkiliş elədim. Qonaqlar buradadır. Allah sənin canını sağ eləsin, var eləsin, gözəl süfrə açıbsan. Elə hər zaman biz hara getmişik, Allah hamımızın canını sağ eləsin, bərəkətli eləsin süfrə bizi. Doktor, söz sənin qardaş. Valla mənim həyətimə kimin ayağı deyibsə, mənim qardaşım, canımdır, ciyərimdir. Valla hamımıza bir tek salamlayıram, təşəkkürümü bildirirəm. Arzum budur ki, yarışda inşallah heç kesin baş aşağı olmaz. Çünki bu qardaşlıq qrupudur, biz yarışmırıq. Mənim üçün fərqi yoxdur. Kim birinci yerdə oldu, lap mən axırda olum. Sevinərəm ki, ya Əleydəri, ya Eyşəni, ya qardaşlarını başqası birinci yer. Mənim üçün fərqi yox. Çünki bu qardaşlıqdır. Yəni belə deyək də, bir dənə də belə bir, yəni gözəl nəticələr Bəli, versin. şimdi gözəl nəticə Hətta başa salır. bir də deməsə, elə gözəl yüksək nəticələr dostlarımızda olsa elə əladır da Bəli, bizim üçün. bəli. Ümumi Azərbaycan üçün əladır bu. Əlbəttə ki, əlbəttə ki. Allah səndən razı Hamınız gözəl olsun. necə, xoş gəlmisiniz. Hamınız əziyyət çəkmisiniz, haqqınızı halal edin inşallah. Sağ olun. Kim də söz demək istəyir, deyir. Natiq əmi, yəni, Natiq əmi, Mən nə deyim, Allah uğurlar arzu edirəm hamısına. Allah səndən razı olsun Natiq əmi. Biz də sənə uğurlar. Çox Var olasın. bu qədər. Çox şad oluram mən bu cür gözəl kollektivin içində olduğum üçün, gördüyüm üçün. Allah hər birimizdən ayrı-ayrılıqda razı olsun. Əli Heydər qardaşım, Salam, hamını salamlayıram. Salamlar olsun hamıya. Bugün bizim klubumuzun
təqdimatıdır. İlqar kişinin təqdimatıdır. Göyərçinlərini yığışmışıq. Müvəffəqiyyətlər arzu edirəm. Bu arada da İlqarın ad günüdür. Onu da təbrik edirəm. Ona can sağlığı, uğurlar, həm uçuşlarında uğurlar olsun, göyərçinlərin uçuşunda, yarışda, həm də belə də xoşbəxt olsun. Allah razı olsun, var olasa. Əmican, Allah hamısının canını sağ olsun, adını salamlayıram. Doktorun da bir gün rəjənisidir. bəli. Allah can sağlığı versin. Bir gün olsun balasının toyuna gələk. Allah razı Allah olsun, hamısına can sağlığı versin. var ol. Mən də sizin gözəl bu arzularınıza qatılıram. Sizin bu gözəl arzularınızdan, necə deyərlər, şərikəm. Mənim qardaşım, sizlə buyurursunuz. Mən də qrup iştirakçılarına uzun ömür, can sağlığı arzu edirəm. Uğurlar arzu edirəm. Var ol. İnşallah yaxşı olar. Doktoru da təbrik edirəm astronomlarla. Yəni burada eşitdik doktorun astronomlarını bizə. Mən də 100 doktora, yaşasın doktor. var ol. Mən də buradan təbrik edirəm. Doktor 100 yaşa, qardaş. Dostlarımız Şamaxıdan gəlib, bizim yarış üzvümüzdür, qardaş. Mən də hamınızı salamlayıram. Allah hamınıza can sağlığı versin. Elvin qardaşımız. Uçuşlarınızda inşallah nəticə yaxşı görürsünüz. Allah hamınızın canına sağlığı versin. Doktorum, təbrik edirəm. 100 yaşayasan. Həmişə biri olmaq lazımdır. Can deyib can eşitmək lazımdır. İnşallah. Allah hamınıza can sağlığı. Ya qardaşım, sən də bir dənə özünü təqdim eləyərdin Vüsal qardaşım. Allah hamımızın canı sağ eləsin. Qapıya həmişə xeyir işə gələk. Allah qardaşa da ömür versin. 100 yaşasın. İndi mən biraz Varam. başım çıxmır. Allah sizə can sağlığı versin. İndi Allah kimlə yolda da yolunu açıq eləsin. Amin. Canı sağ Elvin qardaşımız öyrədər yavaş-yavaş çıxışdır. Allah köməyində olsun. Elşan Cəllabad dostumuz. Dostları salamlayıram. Doktoru təbrik edirəm. Allah onun uzun ömür, can sağlığı versin. İnşallah uğurlar arzu edirəm. İnşallah. Allah səndən razı olsun. Dəyanət qardaşımız binədə. Selamünaleyküm, hoş gördük yalnızı. Maşallah olsun. Güzel iştirakçılardır, güzel yarıştır, dostluk yarışıdır. Hayırlısı olsun. Başta sakallar olmakla, cavanlarda uğurlar diləyirəm inşallah. İlqarı təbrik edirəm. Var ol. Böyük kişi olsun, uzun olsun ki bir 80 illiyinə gələk. Bu İnşallah. günləri İnşallah. görək, balasının toyuna xeyir işə yığışaq. Amin. Allah hamımıza can sağlığı versin. Mən də bir qonaq kimi iştirak edirəm burada. Çox sağ ol. Habil qardaş, Allah can sağ olasın, yine olsun. siz də qonşusunuz da. Evet, Allah can sağ olasın. Allah yine olsun, neçə belə elə yığılıb, böyle yaşlı yığılıb, 100 yaşını qeyd edir. İnşallah. Habil qardaş, Allah sənin canını sağ eləsin, var eləsin. Çox sağ ol. Allah canı sənə də can sağlığı versin, bu çəkilişi aparırsın. Allah əmlərimizin, dayılarımızın, qardaşlarımızın canını sağ eləsin. Allah qrup rəhbərimizin təbii ki var. 3-4 dənə dostlarımız fikirləşib, düşünüb bunu. Biz də sevərək bu işin dalınca gəldik. Allah onların da canını sağ eləsin ki, bax, digər qrupların da Allah canlarını sağ eləsin. Hər bir, biz Bakı quşunu təmsil edirik. Yəni, bizdə olan Azərbaycan quşunu təmsil edirik, qardaş. Hər bir kəsə uğurlar da mən arzulayıram. Çox sevinirəm ki, bu cür gözəl insanlarla bir yerdəyəm. Ən birinci bu. Hayırlısı olsun inşallah. Amin. Qardaşlar, gözəl məclisdəyik, belə qəşəng, ləzzətli, gözəl bir yerdəyik. Allah doktor qardaşımızın canını sağ eləsin. Əla yerdəyik. Gözəl məclisdir, dostlar burada. Ceyhun qardaşım, siz yoxudunuz, indi üzr düşman olsun, qardaş. Uğurlar arzulayıram inşallah. 2026-cı ildə gözəl uçuşlar arzulayıram. İnşallah. Arzularım arzu olaraq qalmasın inşallah, həyata geçsin. Amin. Uçuşlar arzulayıram. İnşallah. Amin, doktorcan, amin. Qardaşım, sən nə arzuluyursan, abi qardaş? Uçuş barədə, Uçuş doktorsun. barəsində yox, mən bugün bura toplaşmışıq qardaşımız İlqarın 50 illiyinə. Mən o İlqarı səmimi qəlbdən təbrik edirəm. Gün o gün olsun, balalarının xeyir işinə gələk. Amin. Hamımız quş da var, uçacaq. Hamıya da İnşallah. burada bütün yarışda olan iştirakçıların hamısına yaxşı nəticələr əldə etməsini istəyirəm. Amin. Yaxşı nəticələr, uğurlar arzulayıram hər birinə, eləcə də İlqara.
qardaşım. Var, var. Doktor, Allah sənə balavı xoşbəxt eləsin. Balavın xeyir işində qardaş. Sənə həyatda gözəl arzular arzulayıram ki, nə edeyim, nə deyim bilməyəsən. İşlərin çox gözəl getsin inşallah. Cəmi bütün balalarımız xoşbəxt. Amin. Dostlarımız da burada, qardaşlar. Məclisimiz davam edir hələ. Çay da içəcəyik, danışıqlar olacaq inşallah. Bu da bizim doktor qardaşımızın oğludur. Gözəl oğlan, tərbiyəli. Allah səni xoşbəxt eləsin, gözəl oğlan. Sən xeyir işində inşallah. Əmin sənin biləcəkdə hər zaman qulluğundadır. Hər bir zaman. Bu söz gəlişi yox, həqiqətdir bu. Var olasın.